İzaha ehtiyac yoxdur, sadəcə başını qaldırıb baxmaq lazımdır bəşəriyyətin qara gününə. Bu dövrdə yaşamağın xüsusi bir məsuliyyəti var. Çünki bu dövrdə yaşayanlar neynəsə eləyəcək, zuhur üçün müqəddiməni bunlar hazırlayacaq. Heç kəs yaxasını kənara çəkməsin, elə bilməsin ki, bu kimin söhdəsindədir. Əgər bizim qeybdə imamımız varsa, o imamın gəlişinə zəmin hazırlamaq, burada oturan insanların, məni dinləyən insanların, bu dövrdə iman gətirən insanların işidir. İmam Sadiq əleyhissalam buyurur ki, bizim qaimimiz İmam Zaman əleyhissalam təbii yolla zuhur eləyəcək. Möcüzə ilə yox, təbii bir tarixi prosesdir. Deyir ki, o dövrdə yaşayan insanlar gərək alınlarından tər tökülsün, gərək köynəklərini çıxardıb qurutsun, yenidən əlinə giysin. Bu mənada ki, yəni o qədər zəhmət çəksin, qan tər içində buna nail olsun. Bu məsuliyyəti öz üzərində hiss eləsin. Burada xəta eləyənlər, burada süstlüyü göstərənlər, özü ilə məşğul olmayanlar ciddi zərər görəcəklər. Heç kəs zuhura vaxt təyin eləyə bilməz, ixtiyarı yoxdur. Desin, sabah zuhurdur, filan vaxt zuhurdur. Amma dünyanın gedişatı elə bil nələrdənsə xəbər verir. Və belə bir vəziyyətdə adam həm özündə bir fərəh, sevinç hissi keçirir, həm də məsuliyyət hissi keçirməlidir. Çünki bu karvandan geri qalmaq təhlükəlidir. Mən belə bir söz deyə bilərəm, tam məsuliyyətindən deyirəm ki, bugün bəşəriyyətin gözü sizdədir, bizdədir. O mənada yox ki, şuurlu şəkildə bizə göz dikiblər, yox, onlar bilmirlər, amma bütün bəşəriyyət bugün bu məngənədən xilas olmağa çalışır. Artıq yaşamaq mümkün deyil, dünyanı görürsünüz, boğulur insanlar. İzaha ehtiyac yoxdur, sadəcə başını qaldırıb baxmaq lazımdır bəşəriyyətin qara gününə. Və bu gündə qurtuluşu kim təmin eləyəcək? Bu sizin çiyninizdədir. Nə vaxta qədər özünüzə əhəmiyyət verməsək ki, mən kiməm falan, heç bir dəyişiklik olmayacaq. Mən kiməm demədin, Allah mənim çiynimə qoyub. Dünyanı mən dəyişəcəm, bu iddiada ol. Bu təkəbbür deyil, Allaha sığınmaqdır. Allahın bizdən olan gözləntisidir. Əsas məsələ, hadisələrin epicentri inanclı camiyyədir, inanclı insanlardır, dindarlardır. Əsas məsələ bunların keyfiyyətidir. Hər şey burada həll olunur. Bunların keyfiyyət göstəriciləri zuhur prosesinə bilavasitə təsir göstərir.